Salam əziz müəllimlər, əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Deməli, DIM test toplusunda modelləşdirmə bölməsinin suallarına baxırıq. Birinci sualımız belədir. Təqdim olunma formasına görə modelin növləri bu maddi və informasiya modelləridir. Zaman amilini nəzərə almaqla statik və dinamik modelimiz var. Modeli yaradılan obyektin özü orijinal və ya prototip adlanır. Hansı halda modelləşdirmədən istifadə etmək şərt deyil? İnsanın daxili orqanlarının ümumi görünüşünü təsvir edir. Əlbəttə ki, burada şərtdir. Kiminsə daxili orqanını çıxartmaq yəqin ki, mümkün deyil. Həll yolunu məlum olmayan riyazi məsələlərdə. Bunu saxlayaq. Hələ fərqli strukturlu binanın zəlzələyə davamlılığının öyrənilməsində, əlbəttə binanın maketi hazırlana bilər. Yeni növ təyyarənin hazırlanmasında mütləq ki, əvvəl maketi hazırlanır, müəyyən parametrlər təyin olunur. Maddələrin molekulyar quruluşunun öyrənilməsində də istifadə edilə bilər. Həll yolu məlum olmayan riyazi məsələlərdə isə model qurmağın bir mənası yoxdur. Zaten həll yolu yoxdur. Yəni şərt deyil. İstifadə sahəsinə görə modelin hansı növləri var? İstifadə sahəsi. Deməli, bizdə tədris modelləri var, elmi texniki, təcrübə və imitasiya modelləri olacaq. Y variantı. Biri informasiya modelinin növü deyil. İnformasiya modeli kağız üzərində olan modeldir. Maddi model toxuna biləcəyimiz müəyyən bir fiziki quruluşa malik olan model maddi modeldir. Burada qlobus bizdə maddi model olacaq. Daha sonra söz, sxem, cədvəl, şəkil hamısı informasiya modelidir. Maddi model deyil, informasiya modeli deyil, cavab olacaq B variantı. Cədvəl informasiya modelinə aid deyil, olacaq bizdə, deməli, cədvəl informasiya modeli. Bu bizdə hansıdır? Sətr, başlıq, sütunxana, bəli, bu cədvəlin elementləridir. Til isə qrafa aid bir hissədir. Bu bizdə cədvələ aid məqam deyil. Daha sonra məntiqi sual nümunələrinə başlayaq. Baxırıq indi mülahizələrə. Deməli, Yusif Xədicə ilə Elşan isə Ayanla bir sinifdə oxuyurlar. Yusif informatika fənni üzrə olimpiyadaya hazırlaşır. İnformatikaya hazırlaşan Yusifdir. Onda digərləri informatikaya hazırlaşmır və eləcə də Yusif digər fənlər üzrə hazırlaşmır. Ona görə bu xanalara minus qoyuruq. Coğrafiya fənni üzrə olimpiyadaya hazırlaşan şagirdin oxuduğu sinifdə olimpiyadaya hazırlaşan başqa şəxs yoxdur. Tarix olimpiyadasına hazırlaşan şəxs Elşən ilə sinif yoldaşıdır. Elşənin sinif yoldaşı Ayan idi. Onda tarixə hazırlaşan Ayan olacaq. Ayan üçün tarixə plus qoysaq, digərlərinə minus qoyacaq. Burada minus gələcək. Daha sonra riyaziyyat olimpiyadasına hazırlaşanlar oğlandır. Riyaziyyat üçün digərlərinə minus qoyuruq onda. Riyaziyyat buradadır. Xədicəyə və Turanəyə riyaziyyata minus qoysaq, onda riyaziyyat qalır Elşənə. Digərlərinə qoyuruq minus. Bu durumda Xədicə və Turanənin hələ ki olimpiyadası fənnini bilmərik. Baxaq indi. Deməli, coğrafiya fənni üzrə olimpiyadaya hazırlaşan şagirdin oxuduğu sinifdə olimpiyadaya hazırlaşan başqa şəxs yoxdur. Deməli, Yusif informatikaya hazırlaşır. Onda Xədicə coğrafiya ola bilməz. Niyə? Çünki Xədicə ilə Yusif eyni sinifdədirlərsə, onda axı deyir, coğrafiya bizdə hazırlaşan şəxs başqa olimpiyadaya hazırlaşan şəxslə eyni sinifdə oxumur. Yəni, bir sinifdən bir nəfər coğrafiya hazırlaşır. Onda Xədicə coğrafiya olmayacaq. Xədicə coğrafiya olmasa, Xədicə qalır biologiya, onda coğrafiyada qalır Turaniyə. Bu durumda variantımız hansı olacaq? Deməli, Yusif informatika, deməli, Elşən riyaziyyat, Yusif informatika, Elşən riyaziyyat, Ayan coğrafiya, Ayan tarixi diyor, Ayan coğrafiya deyil. Yusif informatika, Xədicə riyaziyyat. Xədicə biologiya idi, riyaziyyat deyildi. Yusif informatika, Elşən riyaziyyat, Turanə coğrafiya, bəli, Xədicə biologiya və Ayan tarix. Cavabımız olacaq C variantı. Bu qədər. Baxaq indi bu suala. Anar, Eltac, Nurlan, Vəkil və İmran yarışda ilk 5 yeri tutublar. Vəkil Eltacdan daha aşağı, Anardan isə yüksəkdir. Deməli, Vəkil ortadadır. Vəkil Eltacdan daha aşağıdadır. Onda Eltac bundan yuxarıdadır və Anardan yüksəkdir. Onda Anar aşağıda olacaq. Anar olacaq aşağıda. Nə Nurlan, nə də İmran Anardan yüksək yer tutmayıb. Onda Nurlan da İmran da aşağıdadır. İmran axırıncı yeri tutmadısa, onda Nurlana Anara qalacaq axırıncı yer. Yox, Nurlana qalacaq axırıncı yer. İmran axırıncı yeri tutmur. Onda İmran buradadır, Nurlan burada olacaq onda. Nurlan axırıncı yeri tutmuş olacaq. Bu durumda birinci yer Eltac, ikinci yer Vəkil, üçüncü yer Anar, dördüncü yer İmran və beşinci yer Nurlan olacaq. Buna uyğun variant. Vəkil, Anar, İmran, Nurlan olacaq A variantı. Baxaq indi bu suala.
Deməli, hündürlüyə tullanma üzrə yarışda A, B, C, Y, F, G, M yarışıblar. İştirakçıların nəticələri ilə bağlı məlum olan mülahizələr. B birinci olmayıb, amma A-dan yaxşıdır. Aha. B birinci deyil, amma A-dan yaxşıdır. Yəni A-dan yuxarıdadır. A-nın nəticəsi C-dən daha yaxşı, G-dən daha aşağıdır. Onda gəlin A-nı biz ortada qeyd eləyək ki, biz bunun üçün deyək ki, C-dən daha yaxşıdır, C bundan aşağıdadır, G-dən daha aşağıdadır ki, bundan biraz yuxarıdadır. M yalnız Y-dən yaxşı nəticə göstərib. Onda M ən aşağıdadır. Yox, Y ən aşağıdadır. M yalnız Y-dən yaxşı nəticə göstərib. C də yarışda 4-cü olub. Həqiqətən də bu ardıcıllığa baxsaq, 1, 2, 3, 4-cü yerdə C dayanacaq. Onda 5-ci yerdə F qalır. 5, 6, 7. Bizdən hansı mərtəbəni soruşur? 5-ci yeri. Olacaq F. Yəni C variantı. Daha sonra baxaq bu sual nümunəsinə. Deməli, müəllim, sürücü, çilingər və mühəndis Adil, Eldar, Müşfiq və Əliyar kafedə toplaşma qərarı veriblər. İlk olaraq kafeyə sürücü gəldi. Aha. Adil və Müşfiq kafeyə birlikdə gəlirlər. Onda bu ikisi sürücü olmayacaq. Sürücü üçün Adil və Müşfiqə minus qoyuruq. Adil buradadır, Müşfiq isə buradadır. Daha sonra Müşfiq çilingər deyil. Əla. Müşfiq üçün çilingərə də minus qoyuruq. Müəllim Əliyara zəng edərək yolda tıxacda olduğunu və ona görə gecikdiyini dedi. Aha, deməli müəllim Əliyar olmayacaq. Müəllim Əliyar olmayacaq. Eyni zamanda Müşfiq deyirəm, Adillə Müşfiq bir yerdə gəldiklərinə görə onda bu ikisi də müəllim olmayacaq. Adillə Müşfiq üçün də müəllimə minus yazanda onda bu minuslara əsasən mühəndislik qalır Müşfiqə. Və bu minuslara əsasən də Adilə qalır çilingərlik. Burada minus qoyanda Əliyara qalır sürücülük. Burada minus qoyanda Eldara qalır müəllimlik. Bizdən indi nə soruşulur? Eldar və Müşfiq. Eldarın peşəsi müəllimdir. Müşfiqin peşəsi isə mühəndis. Müəllim və mühəndis olacaq A bəndi. Daha sonra indi baxaq bu suala. Deməli, bir məktəbin 5 məzunu Kənan, Əli, Mirzə, Məzahir və Azər görüşüblər. Onların bəziləri cari ilin, bəziləri isə əvvəlki ilin məzunlarıdır. Onlar ixtisasca həkim, jurnalist, proqramçı, memar və iqtisadçıdır. Deməli, baxaq indi mülahizələrə. İqtisadçı olan ya Əlidir, ya da Mirzədir. Onda iqtisadçı üçün digərlərinə minus qoyacağam. Əli və ya Mirzə hələ ki qalsın, digərlərinə qoyuruq minus. Daha sonra, proqramçı Mirzə deyil. Aha, Mirzə proqramçı deyil. Bura minus qoyuram. Mirzə və Azər əvvəlki ilin məzunlarıdır. Okay. Jurnalist əvvəlki ilin məzunu deyil. Aha. Jurnalist əvvəlki il deyilsə, bu durumda Mirzə və Azər jurnalist ola bilməz. Çünki Mirzə və Azər əvvəlki illərin məzunlarıdır. Mirzə və Azərə jurnalisti minus qoyuruq. Deməli, Mirzə burada, Azər də burada. Daha sonra, əgər həkim və memar cari ilin məzunlarıdırsa, onda Mirzə və Azər həkim və memar da ola bilməyəcəklər. Çünki bunlar əvvəlki ilin məzunlarıdır. Mirzə və Azər üçün həkim və memara da minus qoyaq. Deməli, Mirzə memar deyil, Azər memar deyil. Tamam. Burada hələ minus sayı bizə kifayət eləmir ki, nəyisə müəyyənləşdirək. Okay. Deməli, iqtisadçı olan Əlidir ya da Mirzədir. İqtisadçı olan bu ikisindən biri olacaq. Aha. Digərlərinə minusu qoyduq. Sonra proqramçı Mirzə deyil. Proqramçı Mirzə deyil, minusumuzu qoyduq. Mirzə və Azər əvvəlki ilin məzunlarıdır. Jurnalist əvvəlki ilin məzunu deyil. Onda Mirzə və Azər jurnalist ola bilməyəcəklər. Minusumuzu bura qoyduq. Həkim və memar cari ildirsə, onda Mirzə və Azər həkim və memar da olmayacaqlar. Həkim və memar, Mirzə, Azər. Bunları qeyd eləmədim axı mən. Bir dənə memarı qeyd eləmişəm. Aha. Həkim də ola bilməyəcəklərsə, bu minuslara əsasən onda Mirzəyə qalır iqtisadçı. Bayaq dedik ki, iqtisadçı olan ya Əlidir, ya Mirzədir. Mirzə olacaq onda iqtisadçı, Əliyə bura minus qoyacam. Bu durumda bu minuslara əsasən də Azər olacaq proqramçı. Bizə deyir, Azərin peşəsi nədir? Azər proqramçıdır. Olacaq A variantı. Bu qədər. Burada minuslar qoysaq, biz təəssüf ki, hələ ki, digərlərinin məlumatını müəyyənləşdirə bilmirik. Daha sonra, indi baxırıq bu sual nümunəsinə. Deməli, baxaq indi mülahizələrə. Dostlar rolları 2 nəfər olmaqla məşq edirlər. Bunlardır və melodram, faciə və komedi janrları var. Tahir və Nigar eyni janrda rol almayıblar. Aha. Nigar komediya janrından rol alıb. Nigar əgər komediyadadırsa, onda Tahir burada olmayacaq. Çünki deyir, bunlar eyni janrda deyil. Əli İlkinlə eyni janrdadır. Əla.
Elmir Tahir ilə eyni janrda rol almayıb. Tamam. Tahir melodramdırsa, onda Elmir Tahirlə eyni janrda rol almadığına görə bu melodram olmayacaq. Tahir melodramdırsa, onda Elmir melodram deyil. İndi məsələ nədir? Bizə deyir 2-2 bunlar qruplaşıblar. Daha sonra bizə deyir verilmiş informasiyalara əsasən faciə janrında rol alanların müəyyənləşdirmək lazımdır. Faciə janrı bizə lazımdır. Deməli, Tahir və Nigar eyni janrda rol almayıb. Tamam, Tahir melodram janrında rol alıblar. Onda Tahir əgər melodramdadırsa, Nigarla da, Elmirlə də üst-üstə düşmürsə, onda Nigar da bizdə yox, bircə dəqiqə, melodramda rol almayıb deyir. Mən niyə alıb qeyd eləmişəm bura? Bircə dəqiqə, rol almayıb deyir Tahir. Tahir rol almayıbsa melodramda, onda burada rol alan Elmirdir. Yox, Elmir də ola bilər. Amma Nigar olmaz. Çünki Nigar üçün bir məlumatımız var. Onda Elmirdir melodramda rol alan. Burada rol alan Elmir olacaq. İndi Nigar komediya janrında rol alıb, bunu qeyd elədik. Əli İlkinlə bir janrdadır. Bu ikisi eyni janrdır. Elmir Tahirlə, bax Elmir Tahirlə, belə deyək də, Tahir. Elmirlə də eyni janrda deyil. Nigarla da eyni janrda deyil. Düzdür? Əli ilə İlkinlə bu ikisi, Əli və İlkin, bu ikisi əgər bir janrdadırsa, Elmir Tahirlə də Nigarla da bir janrda deyilsə, onda Tahirə qalır Azər. Deməli, Azər Tahirlə ikisi bir yerdə melodramdadılar. İndi bu məlumatlara əsasən digərlərini müəyyənləşdirə bilərik. Əgər Əli ilə İlkin eyni janrdadırsa, onda bizdə Nigar qalır, bir də kim qalır? Əli ilə İlkin gedəndə Elmiri müəyyənləşdirdik, Azəri müəyyənləşdirdik. Əli ilə İlkin birdir, Nigarla onda kim biri olacaq bizdə? Nigarla da deməli Əli bir ola bilməz, Əli ilə İlkin birdir. Bircə dəqiqə. Onda Nigarla kim bir olur? Elmir, Tahir. Bircə dəqiqə. Tahir Elmirlə də Nigarla da eyni janrda deyil. Onda Tahirə qalır, Elmiri də Nigarı da çıxanda Azər qalır. Bu ikisi melodramdadırlar. Bizdən soruşulan faciə janrıdır, yəni bu janrda. Əgər Nigar komediyadadırsa, onda Nigarın, belə deyək də, rolu paylaşdığı adam kimdir? Əli ilə İlkin birdir, Tahirlə Azər birdir, onda Elmirlə də Nigar bir olacaq da. Amma bu mümkün deyil, çünki Elmirlə Nigar biri melodram, biri komediya olacaq. Yox, o mümkün olmayacaq bizdə. Bircə dəqiqə, axı bizə deyir ki, Tahir melodram janrında rol almayıb, düzdür? Komediyada da rol almadığına görə onda Tahirə qalacaq faciə, düzdür? Bayaq dedik ki, Tahirlə rolu paylaşan adam Azərdir. Azəri mən bura niyə yazıram ki? Onda Azər də faciə olacaq da. Onda burada minus qoyanda, deməli, zaten buralara da minus qoyacam bu arada, çünki bu ikisi artıq birləşdi. İndi məsələ nədir? Bura minus qoymamalıydı məsələ. Bir dəqiqə, buranın minusunu götürək, bura minus qoyaq. Bu plus, bu minus, bu minus, bu minus, bu da minus. İndi məsələ nədir? Bax, dedik ki, Tahirlə Azər birləşdi. Nigarla kim qaldı bizdə? Əli, yox, Əli ilə İlkindir. Əli ilə İlkindir. Nigarla onda Elmir birləşir. Yox, axı Elmir birləşmir. Elmir bizdə melodram olur axı. Elmir bizdə melodram olur. Bircə dəqiqə. Elmir Tahir ilə eyni janrda rol almadı. Nigar da eyni janrda rol almadı. Tahir melodram janrında rol almayıb. Tahir melodramda rol almadısa, onda Tahirə qalır faciə janrı. Tahirlə Azər faciə janrında rol alacaqlar. Bizdən də zaten faciə soruşulur. Niyə özümüzü əziyyətə salırıq? Yəni, olacaq Tahirlə Azər, yəni A variantı. Yəni, başqa bir şey soruşulmur ki bizdən. Zaten bu ikisi soruşulur. Bu qədər. Nəticə olacaq A bəndi. Baxırıq indi bu suala. Deməli, bizə deyir ki, mağazadan müxtəlif rəngli top olan Əsmər, Hikmət və Dəniz Ömər ilə rastlaşdılar. Ömərin kimin topu nə rəngdədir sualına onlar belə cavab veriblər. Uşaqların bir dəfə doğru, bir dəfə yalan dediyi məlumdursa, onların hər birinin topunun rəngini müəyyən edin. Mülahizələri burada yazdıq. İndi gəlin nəzərə alaq ki,
Bir düz, bir səhvdir də. Misal üçün, başlayaq elə Əsmərin birinci mülahizəsindən. Deyək ki, Əsmər deyib ki, mənim topum qırmızıdır, onda Əsmər üçün bura plus qoyuram. Deyək ki, birinci mülahizəsini doğru götürdük. Onda avtomatik ikincini səhv götürəcək. Deməli, yaşıl top Hikmətin də mülahizəsi səhv oldu. İndi bura Hikmət deyir ki, mənim topum göydür. Yaşıl top isə Əsmərindir. Bayaq dedik ki, Əsmər deyir ki, mənim topum qırmızıdır. Onda yaşıl top Əsmərin ola bilməz. Bu minusdursa, onda Hikmətin topu göy olacaq. Onda buna plus qoya bilərəm. İndi qırmızı oldu Əsmərin, göy oldu Hikmətin. İndi Dənizə baxırıq. Dəniz deyir, mənim topum yaşıldır, göy top isə Əsmərindir. Dəniz üçün mənim topum yaşıldır mülahizəsinə doğru qoysam, göy top Əsmərindir mülahizəsinə səhv məlumat kimi götürəcəm. Onda elə bu formada düz səhv gedəndə deyəcək Əsmərin topu qırmızıdır, Hikmətin topu göydür, Dənizin topu isə yaşıldır. Buna uyğun sual və variant axtarmaq lazımdır. Deməli, Əsmər qırmızı, Hikmət göy, Dəniz yaşıl. Əsmər qırmızı, Hikmət göy, Dəniz yaşıl olacaq B variantı. Daha sonra baxaq indi bu sualımıza. Deməli, mülahizələrimizi oxuyaq. Kamran Elvindən daha aşağı, Muraddan isə yuxarı mərtəbədə yaşayır. Aha. Kamran deyək ki, buradadır. Elvindən aşağıdadır. Elvindən aşağıdadır. Muraddan isə yuxarıdadır. Muraddan yuxarıdadır. İndi nə Rauf, nə də Samir Muraddan yuxarı mərtəbədə yaşamır. Aha, Rauf da Samir də bundan aşağıdadır. Orta mərtəbədə yaşayır. Axırda yaşamır. Aha, bu kimi baxsaq, onda Samir burada yaşayacaq. Samir burada yaşayacaq. Bundan sonra da Rauf gələcək. Belə yanaşsaq, bizim ardıcıllığımız necə olacaq onda? Bu 1, bu 2, bu 3, bu 4, bu da 5. Bəli. Onda bizim mərtəbə ardıcıllığımız bu formada olacaq. Birinci Rauf, ikinci Samir. Rauf, Samir, sonra Murad, Kamran, Elvin olacaq D variantı. Daha sonra Samirin ailəsində 6 nəfər var. Samir, ata, ana, əmi, dayı, bibi. Bibi əmidən böyükdür, amma dayıdan kiçikdir. Bibi əmidən böyükdür. Əmidən böyükdür, amma dayıdan kiçikdir. Dayıdan balacadır. Ata anadan böyükdür. Tamam, ata anadan böyükdür. Anadan böyükdür. Bibi anadan böyük deyil. Bibi anadan böyük deyil. Tamam. İndi ailədə ən böyük olan dayıdır. Ən böyük dayıdır. Ən yuxarıda budur. Samir də ən kiçiyidir. Samir də ən kiçiyidir. İndi bizə deyir ki, sıralamanı düzgün müəyyənləşdir. Bibi anadan böyük deyilsə, onda gəlin bibini biraz daha anadan böyük deyil də, biraz aşağıda yazırıq. Onda ana burada olacaq, ata da burada olacaq. Onda ardıcıllıq olacaq belə. Dayı, ata, ana, bibi, əmi, Samir. Dayı, ata, ana, dayı, ata. Bircə dəqiqə. Dayı, ata, ana, bibi, əmir, Samir olacaq A variantı. Daha sonra indi baxırıq bu suala. Deməli, Fərid, Ləman, Rauf, Sevinc, Orxan kinoya baxmaq üçün kinoteatra gedirlər. Aha. Onlar birlikdə daxil olur və hərəsi müəyyən vaxt keçirib çıxırlar. Aha. Məlumdur ki, Ləman kinoteatrda hamıdan tez çıxır. Onda Ləman ən az vaxt keçirəndir. Yəni 1 saat vaxt keçirəndir. Rauf Orxandan sonra kinoteatrdan çıxır. Aha. Sevinc hamıdan çox vaxt keçirir. Onda Sevinc 7 saat vaxt keçirdən olacaq. 1 ilə 7-ni cavabdan çıxıram. Fərid Ləmandan 3 saat çox kinoteatrda qalır. Ləman 1 saat qalırsa, bundan 3 saat çox 4 saat eləyəcəkdir. Onda Fərid 4 saat qalacaq kinoteatrda. Fərid olacaq 4 saat. 4 də variantdan çıxıram. 1 getdi, 4 getdi, 7 getdi. 2, 5 qaldı. İndi bayaq dedi ki, Rauf Orxandan sonra ayrılır kinoteatrda. Onda Rauf daha çox vaxt keçirir ki, Orxandan sonra çıxır da. Onda Raufa qalacaq 5 saat. Deyək ki, yazaq buradan Raufu 5 saat. Və Orxan isə 2 saat. İndi bizdən kim soruşulur? Rauf soruşulur. Oldu 5 saat. Yəni B variantı. Bu qədər. Aha, indi baxırıq bu sualımıza. Aha, deməli A, B, C, D, Y tələbələri bu fakültələrdə təhsil alırlar. Uyğunluğu müəyyənləşdirmək lazımdır. Deməli, B ya fizikada, ya da hüquq fakültəsində təhsil alır. B ya fizikadır, ya hüquq. Onda B üçün digərlərinə minus qoyacağım. Ya fizika olacaq, ya da hüquq olacaq. D informatikada təhsil almır. D üçün informatikaya minus qoyuram. D, Y türk tələbələrdir. Tamam. Ərəb tələbələr riyaziyyat, fizika və tarix fakültəsində təhsil alırlar. Onda D, Y türkdürsə, onda D ilə Y fizika, tarix, bir də riyaziyyatda təhsil almayacaq. Çünki bunlar türk tələbələrdir axı. D, Y üçün fizika, tarix, bir də riyaziyyata minus qoyuram.
Fizika, tarix, riyaziyyat, D-Y. Bir də buna tarix, fizika, riyaziyyat. Bu minuslara əsasən D olacaq hüquq. D olacaq hüquq. Daha sonra bu minuslara əsasən biz başqa B-ni təyin edə bilərik ki, fizikadır. Burada minus qoyanda, bir dəqiqə, mən bura niyə düz əməli yazmamışam. Y qalır informatika. Burada minus qoyanda, deməli, digəri tam məlum olmuş hələ. Burada hansılar qalır bizdə? Hə, yox, məlum olur. Burada minus qoyuruq. Burada minus qoyuruq, tamam. Qalır havada qalan A və C. Aha, indi bunlar hansıda təhsil alacaq? Bizdən də soruşulur. Bizdən informatika fakültəsi. İnformatikanı tapdım, Y olacaq informatika. Olacaq D variantı. Bəs yaxşı, A və C nə olacaq onda? Bunlarla bağlı məlumat yoxdur. B ya fizika, ya hüquqdur. B fizikadır, onda hüquq üçün burada minus qoyduq, tamam. Digərləri müəyyənləşdirilə bilmədi. Onda elə cavabımız olacaq D variantı. Bu qədər. Daha sonra indi baxırıq bu sualımıza. Deməli, Aygün və Sevinc ilk dəfə Bakıda universitetə qəbul olduqları zaman olublar. Aha, onda Aygün və Sevinc üçün Bakıya minus qoyaq hələ ki. Hacı Rəşad isə Goranboy və Tovuza heç getməyiblər. Əla, Hacı və Rəşad üçün Goranboya Tovuza minus qoyuruq. Tovuz, Goranboy, Tovuz, Goranboy. Samir və Sevinc bir neçə dəfə Qubada və Tovuzda olublar. Aha, onda bura getməyəcəklər də məntiqlə. Quba və Tovuza getməyəcəklərsə Samir və Sevinc. Quba və Tovuz deməli. Quba, bir də Tovuz. Onda Aygünə qalır Tovuz bu minuslara əsasən. Buralara da minus qoyuruq. Daha sonra Samir, Rəşad və Hacı İsmailliyə heç getməyiblər. Samir, Rəşad, Hacı. İsmailli, Samir, Rəşad, bir də Hacı. Bu üçü getməyibsə, onda İsmailliyə Sevinc qalır. Burada minus qoyuruq. Hacı həmçinin Qubanı da heç görmədiyini bildirib. Hacı Qubaya da getməyib. Tamam. Onda bura Qubaya getməyib deyib minus qoyuram. Qubaya getməyib. Minus. Onda Hacıya qalır bu minuslara əsasən Bakı. Burada minus qoyanda Samirə qalır Goranboy. Bu minuslara əsasən Rəşada da qalır Quba. Variantlarda axtarırıq. Aygün Tovuzda, Sevinc İsmaildə. Aygün Tovuz, Aygün Tovuz, Aygün Tovuz, Sevinc İsmaildə. Samir Goranboy, Hacı Bakı, Samir Goranboy, Hacı Bakı, Rəşadda Quba. Olacaq D variantı. Doğru cavabımız. Daha sonra indi baxırıq bu suala. 5 şagird Lalə, Orxan, Samir, Gülçin, Elman məktəbdə keçirilən informatika fənni üzrə bilik yarışında müəyyən yerləri tutublar. Aha. Orxan proqramlaşdırma üzrə yüksək səviyyədə biliyə sahib olduğu üçün birincilik onda oldu. Tamamdır. Birinci yer oldu Orxan. Davam edirik. Deməli, Gülçin və Elman sonuncu deyil. Aha. Onda 5-ci yer üçün Gülçin və Elmana minus qoyuruq. Lalə, Orxan qədər olmasa da digər şagirdlərin içərisində ən yaxşı informatika biliyinə sahib olduğunu nümayiş etdirib. Əla, onda Lalə olacaq ikinci yerdə. İkinci yerə qaldı Lalə. Daha sonra Gülçin nəticəsinə görə Elmanı üstələdi. Aha, nəticəsinə görə Elmanı üstəliyibsə, onda Gülçinə 3-cü yer yaza bilərəm. Gülçinə 3-cü yer yaza bilərəm. Elmana 4-cü yer yazaram. Çünki bayaq dedi ki, bu ikisi sonuncu yeri tutmayıblar. Ona görə də 3-4 arasında paylamalıyam bunların yerlərini. Gülçin və Elman. Onda 5-ci yerə kim qalacaq? Lalə getdi, Samirə qalacaq onda 5-ci yerə. Samirə. Bizdən nə soruşur? Elman. Elman neçənci yerdə olacaq? 4-cü yerdə olacaq. Yəni Y variantı. Bu qədər. Aha, indi baxaq bu sualın nəsinə. Səhv etmirəmsə, bu sual qəbul sualıdır. Abituriyentlərin qəbul sualı olmalıdır. Gəlin baxaq. Başlayaq. Deməli, dostların hər biri bu heyvanlardan yalnız birini saxlayır. Aha. Heyvanların içində ən az yaşı olan Rəşadın heyvanıdır. Aha. Rəşadın heyvanı pişik deyil. Rəşadın heyvanı pişik deyil. Rəşad buradadır, pişik deyil. Aha. Onda bizə deyir ki, ən az yaşı olan Rəşadın heyvanıdır və bu pişik deyilsə, onda pişiyin yaşı ən az deyil. Yəni, pişik bir yaşlı deyil. Pişik üçün bir yaşlıya minus qoyuruq. Pişik deyil, bir yaşlı. Daha sonra Aygünün saxladığı kirpi 2 yaşındadır. Əla, Aygün kirpi saxlayır, ətraflı məlumat aldıq və bu kirpi 2 yaşındadır. Yanına da yazaq 2. Pişik 1 yaşında deyil dedik, bunu bayaq qeyd elədik. Daha sonra
Rəşadın heyvanı pişik deyil, Aygün oxuduq. Murad itinə doğulan gündən bu yana 4 ildir ki, qulluq edir. Onda Muradın iti 4 yaşında olacaq. Muradın iti 4 yaşında olacaq. Buralara minus yazanda, ə, Muradın itinə 4 yaş yazanda, 4 yaş yazanda nə qalır bizdə? Bütün minusları qoyduq. Aha. İndi yaşı ən çox olan heyvan Leylanındır. Deməli, yaşı ən çox olan heyvanın da 5 yaşlı bunun olacaq. İndi dovşanın 3 yaşı var. Okey, bu da məlum oldu. Dovşan üçün 3 yaş yazaq, 3 yaş yazaq. Onda pişik və ya tısbağa Leylaya qalır. Bəs yaxşı, dovşan kimindir onda? Bizdə heyvanları tapılmayan neçə nəfər var? Rəşad, Leyla və Vüqar. Burada biz başqa nəyi müəyyənləşdirə bilərik? Deməli, heyvanların içində ən az yaşı olan Rəşadın heyvanıdır. Ən az yaşı olan. Bayaq bizə nə dedi ki, pişik 1 yaşlı deyil, düzdür? Pişik 1 yaşlı deyilsə, onda 1 yaşlıya hansı qalır? Tısbağa qalır da, düz deyil? Onda 1 yaşlıya tısbağa qalır. 1 yaşlıya tısbağa qalırsa, onda pişik 5 yaşlıdırsa, ən yaşlı heyvan da Leylanın olduğunu düşünsək, pişiyin Leylanın olduğunu nəzərə alsaq, buralara minus qoyacağıq. Daha sonra, bəs yaxşı, dovşanın ən çox olan, dovşanın 3 yaşı var. Aha, 3 yaşlı dovşanın hələ kim ayda olduğunu bilmədik. Tamam. Pişiyi müəyyənləşdirdik, 2 müəyyənləşdirdik, kirpini müəyyənləşdirdik. Qaldı Rəşad və Vüqar. Tısbağa yoxsa dovşan. Rəşad nə dedi bayaq? Deyir, Rəşadın heyvanı pişik deyil, onu qeyd elədik. Rəşadın heyvanı ən az olandır. Aha, ən az yaşı olan Rəşadındır. Onda tısbağa olacaq Rəşadın. Ən az yaşı olan tısbağadır, tapdıq. Onda bu Rəşadın olacaq. Dovşan üçün bura minus qoyanda, onda bu minuslara əsasən dovşan 3 yaşında Vüqara aid olmuş olur. Onda cavabımız olacaq dovşan 3 yaşında və Vüqarındır. Bu qədər. Bizə də zaten Vüqar soruşulur. Daha sonra İndi baxırıq, bircə dəqiqə, 20, 21-ə baxdım. Aha. Baxıram indi 22-yə. Deməli, evdən çıxarkən 4 qardaşdan hər biri təsadüfən öz telefon və saatını deyil, bir qardaşının telefonunu və digər bir qardaşının isə saatını götürür. Hər qardaşın bir telefonu və bir saatı var. Mülahizələrə baxaq. Eyni bir qardaşın telefonunu Fuad, saatını isə Musa götürdü. Əla. Eyni bir qardaşın telefonunu Fuad götürüb, saatını isə Musa götürüb. Musa. İndi Fuadın saatını götürən qardaş, bunun saatını kim götürübsə, saatını götürən qardaş, Musanın telefonunu da götürüb. Bunun telefonunla bunun saatını da eyni adam götürüb. Bunun telefonunla bunun saatını da bir adam götürüb. Aha. Səlim isə Nailin telefonunu götürdü. Əla. Səlim isə götürüb Nailin telefonunu. İndi onda məsələ nədir? Fuadın telefonunla Musanın saatını, Fuadın saatınla Musanın telefonunu götürən bir adamdır. Səlim Nailin telefonunu götürürsə, bunlar neçə nəfərdilər? Fuad, Musa, Səlim, Nail, bu, aha, bunlar. İndi Səlim Nailin telefonunu götürür. Onda Nail qalır bizdə. Bax, əgər Nailin telefonunu və saatını Fuad və Musa götürsə, Nailin, yəni bu qardaş Nail olsa, Nailin telefon və saatını Fuadla Musa götürdü. Fuadla Musanın telefon və saatını isə, onda kim götürəcək bunların telefon və saatını? Bircə dəqiqə. Əgər Nail üçün desək ki, telefonun saatını Fuadla Musa götürdü, onda Fuadla Musanın telefon və saatını da Nail götürəcək. Belə götürsək, Səlim də Nailin telefonunu götürdü. Yox, bu uyğun gəlməyəcək, bircə dəqiqə. Səlim Nailin telefonunu götürübsə, onda Nail üçün bura yaza bilmərik biz bunu. Səlim götürüb Nailin telefonunu. Onda bura biz kimi yaza bilərik? Yaza bilərik də Nail. Niyə yazmırıq ki? Naili yaza bilərik. Nailin telefonunu və saatını Fuadla Musa götürüb. Fuadla Musanın saatını telefonu da Nail götürəcək. Onda Nail kimin telefonunu, kimin saatını götürüb? Fuadın saatını, Musanın telefonunu. Buna uyğun variant tapmaq lazımdır. Musanın telefonu, Fuadın saatı. Fuadın telefonu yox, Fuadın saatı, Musanın telefonu olacaq bir variantı. Aha, deməli,
Onlardan peşəsi memar olan digərlərinin ad gününü çağırdı. Aha, Əminə ad gününə hamıdan əvvəl gəldi. Əminə gəlibsə, onda Əminə peşəsi memar olan deyil. Ad gününə gələn budursa, onda bunun peşəsi memar deyil. Buna minus qoyuram. Əzizə yazıcı Səma da memar deyil. Səma da memar deyil. Əzizə də yazıcı deyil. Yazıcı deyil. Tamam. Qonaqlardan Türkan modellərin gəlmədiyini görüb ona zəng vurdu. Onda Türkan özü modelyer olmayacaq. Türkan özü modelyer olmayacaq və Əminə hamıdan əvvəl gəlibsə, onda Əminə də modelyer olmayacaq. Əzizə ad gününə modelyerdən əvvəl gəlib. Onda Əzizənin özü modelyer deyil. Əzizənin özü modelyer deyil. Tamam. Aha, indi qonaqlardan Türkan modelyerin gəlmədiyini gördü, ona zəng vurdu. Əminə ad gününə hamıdan əvvəl gəldi. Tamam. Əzizə yazıcı Səma memar deyil. Əzizə yazıcı deyil, Səma isə memar deyil. Əminə kimyaçıdır. Aha, Əminə bizdə kimyaçıdırsa, digərlərinə minus qoyuruq. Daha sonra Əminə getdi, kimyaçı getdi. Aha, indi qonaqlardan Türkan modelyerin gəlmədiyini görüb ona zəng vurdu. Aha, modelyerin gəlmədiyini gördü, ona zəng vurdu. Türkan onda modelyer olmayacaq. Əminə də əvvəl gəldiyinə görə Əminə də modelyer olmadı. Türkanla Əminə modelyer deyil. Əzizə də modelyer deyil. Bu durumda modelyerliyə Fəridə ya da Səma qalır. İndi bizdən Əzizə soruşulur. Məsələ nədir? İndi baxaq davamlı. Qonaqlardan Türkan zəng elədi. Əzizə ad gününə modellerdən əvvəl gəldi. Onda Əzizə özü də modelyer olmayacaq. Aha. Əminə hamıdan əvvəl gəlib. Əzizə ad gününə modellerdən əvvəl gəldi. Bizə şərtdə deyir ki, peşəsi memar olan digərlərin ad gününə çağırdı. Bax, Əminə gəlirsə, Əzizə gəlirsə, sonra Türkan gəlirsə, onda bizdə ad günü olan kimi olacaq. Yəni, peşəsi memar olan. Bunları çağıram. Deməli, Əminə gəldi, Əminə deyil, memar. Əzizə yazıcı, Səma isə memar deyil. Səma da memar deyil, tamam. Əminə də deyil. Türkan modelyerin gəlmədiyini, Türkan da onda memar olmayacaq. Çünki Türkan da qonaq sayılır da. Onda Əzizə ad gününə modellerdən əvvəl gəlib. Onda Əzizə də memar olmayacaq. Bu durumda memar olan Fəridədir ki, bunları ad gününə yığıb. Onda buralara minus qoyanda bu minuslara əsasən Əzizəyə geoloqluq qalır. Burada da minus qoyanda Fəridə, Türkanla Səma qalır, ev yox qalsın. Bizə zaten Əzizə lazımdır. Əzizə olacaq geoloq. Yəni E variantı. Bu qədər. Aha, baxaq indi. Sarı kartın nömrəsi ən kiçik deyil və qırmızı kartın nömrəsindən böyükdür. Tamam. Yaşıl kartın nömrəsi mürəkkəb ədədi. Dedik, onda yaşıl kart mürəkkəb ədəd hansı olacaq? 4 olacaq. Yaşıla bayaq 4 tapmışıq. Düzdür. Buralara minus qoyuram. Buralara da minus qoyuram. Daha sonra göy kartın nömrəsi cütdür. Nömrələrin ən böyüyü deyil. Onda göy kart olacaq bizdə 2. Bura plus qoyuram. Buralara hamısına minus qoyuram. Buralara da minus qoyuram. İndi davamına baxaq. Deməli, yaşıl kartın nömrəsi mürəkkəb ədədini tapdıq. 4 və 2 heç bura aid olmayacaq. Buralar çıxdıq. İndi sarı kartın nömrəsi ən kiçik deyil. Sarı onda 1 deyil. Amma qırmızı kartın nömrəsindən böyükdür. Qırmızı kartın nömrəsindən böyükdürsə, qırmızını əgər mən onda neçə götürsəm, 5 götürsəm, onda sarıya 3 qalacaq. Düz deyil. Onda sarıya 3 qalsa, çəhrayıya 1 qalır onda. Nədə səhv eləmirəm. Göy kartın nömrəsi 3 ədəddir və ən böyük deyil. Onda göy 2-dir. Bunu tapdıq. Bu mülahizə tamamlandı. Yaşıl kartın nömrəsi mürəkkəbdə tamamlandı. Çəhrayı kartın nömrəsi sarı kartın nömrəsindən böyükdür. Çəhrayı kart böyükdürsə, elə bil ki, bax, sarı kart ən kiçik deyil, 1 deyil, qırmızı kartdan böyükdür. Sarı böyükdür qırmızıdan. Çəhrayı kartın nömrəsi də sarı kartın nömrəsindən böyükdür. Bu kiçikdir çəhrayıdan. Bax, belə bir əlaqə qurmalıyıq biz bu yerdə qalan 3 rəqəm arasında. 5 böyükdür 3-dən, o da böyükdür 1-dən. Bax, bu ardıcıllıqla getməlidir onda. Buna əsasən. Onda çəhrayı 5 yazsam, bax, çəhrayı 5 yazsam, digərlərinə minus qoysam. Sarıya 3 qalsa, ki, zaten dedi, sarı 1 deyil də, minusunu qoymuşdum. Buralara minus yazanda, onda qırmızıya qalır 1. Bizdən çəhrayı kartı soruşulur. Çəhrayı onda bizdə hansı olacaq? Olacaq 5. Yəni A bəndi. Bu qədər. Daha sonra baxaq bu sualımıza da. Deməli,
Paşa, Orxan, Rıza Titanik filminə baxmayıblar. Paşa, Orxan, Rıza. Rıza və Orxan Titanikə baxmayıb. Tahir, Sona, Zaur Avatara baxmayıb. Sona, Tahir, Zaur. Sona, Tahir, Zaur Avatara baxmayıb. Titanik filminə baxanların sayı Avatar filminə baxanların sayından bir nəfər azdır. Titanikə baxan Avatardan bir nəfər azdır. Titanik bərabər Avatar çıx 1. Aha. İndi Apokalipsis filminə baxanlar yalnız Paşa və Rızadır. Aha. Bu filmə yalnız Paşa və Rıza baxıb. Paşa və Rıza baxıb. Rıza. Yalnız birinə baxıblarsa, onda bura üçün minus qoyacağım. Bu durumda Avatara neçə nəfər baxar? Bizə deyir ki, Titanik Avatardan bir vahid azdır. Əgər Avatara, deyək ki, baxın, 1, 2, 3, 4. Bu 4 nəfər baxmış olsa, onda bura 5 nəfər olmalıdır ki, bir vahid artıq olsun. 1, 2, 3, 4, 5, 6 olur. Yox, nədə səhv elədik bizə dəqiqə. Bir vahid artıq olsun dedim, əski olsun bizə dəqiqə. Avatara baxanlardan bir vahid az olmalıdır. Onda bura 4 nəfər olmalıdır. Bura əgər 1, 2, 3, 4-dürsə, bura olmalıdır 3 nəfər. Onda Titanikə 3 nəfər baxmalıdır. Əgər Avatar filminə bu 4 nəfər baxırsa, bunların hamısına mən plus qoysam, kimləri olacaq bunlar? Maqsud, Leyla, Orxan, Nigar. Bunların hamısı Avatara baxsa, bura hamısına minus qoyacağıq. Baxın, buralara minus qoyacağıq. Bura minus qoyacağıq. Onda həqiqətən də baxın, Titanikə baxanlar 1, 2, 3 nəfər olur. Avatara baxanlardan bir vahid aşağı olur. Bəli, tamamilə doğru bir formada irəliləmiş olduq. Bu durumda Avatar filminə baxanlar Maqsud, Leyla, Orxan və Nigardır. Leyla, Maqsud, Nigar, Orxan, yəni B variantıdır. Bu qədər. Baxaq indi 26-cı suala. Deməli, hər bir şəxs haqqında deyilən mülahizələrdən biri doğru, biri yanlışdırsa, o zaman kimin neçənci yeri tutduğunu tapmaq lazımdır. Deməli, başlayaq. Deyək ki, Kənan ikincidir mülahizəsini səhv götürək. Yazaq Məryəm üçüncüdür. Deyək ki, bu doğru olsun. Yazaq buradan Məryəm üçüncü olur artıq. Daha sonra, əgər Kənan ikinci deyilsə, onda Kənan birinci ola bilər. Deyək ki, bu mülahizəni düz götürsək, onda Şəbnəm ikincidir mülahizəsini səhv götürəcəyik. Tamam, o zaman Kənan olsun birinci. Daha sonra, deməli, Məryəm 3 oldu, Kənan 1 oldu. Onda Orxan da gəlin ikinci olsun və Məryəmin dördüncü yazılışını səhv qəbul edək. Onda Orxan da olacaq ikinci. Buna əsasən doğru cavabımız hansı olacaq? Yəni, düzgün ardıcılıqla getdi, bir-birinin üstünə düşmədi. Tam doğru. Deməli, Kənan birinci, Orxan ikinci, Məryəm üçüncü, doğru və buna əsasən də Şəbnəm dördüncü olacaq. Yəni, Y variantı. Daha sonra, baxaq indi 27-ci suala. Aha, deməli, bu adlı piştaxtalar qarışıq şəkildə 1-dən 7-yə kimi nömrələnmiş artan sırayla düzülmüşdür. Tamam. Bunların bəzilərində meyvə, bəzilərində isə tərəvəz satılır. Məlumdur ki, eyni növ mal satan 3 və daha çox piştaxta yan-yana gəlmir. Aha, yəni misal üçün meyvə və ya tərəvəz bu formada olmaz. İkinci və üçüncü piştaxtalarda meyvə satılır. Tamam, 2 və 3 də meyvədir. Bu durumda, misal üçün deyirəm, 3-dən sonra gələn 4 də meyvə ola bilməz. Çünki 3 ardıcıl meyvə olmamalıdır. Deyir sonra B və D taxtalarında piştaxtalarda tərəvəz satılır. Aha, əgər 2-3 də meyvədirsə, onda B və D-də tərəvəzdirsə, bu durumda B, D 2-3 ola bilməz. Gəlin variantlara baxaq. 2 və 3 B, D ola bilməz. Baxın, bu səhv olacaq onda. Bu səhv olacaq. Onda D gedəcək, bizdən B gedəcək. Daha sonra Y piştaxtası 4-cüdür. Əla, 4-cü demək ki, bizdə Y olacaq. Daha sonra F piştaxtasından dərhal əvvəl C, F-dən dərhal əvvəl C, dərhal sonra isə B yerləşir. Aha, ardıcıllığa variantlarda baxaq. C, F, B olmalıdır. B, F, C yox, C, F, B. Bu səhvdir. C, F, B, bu da səhvdir. Doğru cavab elə buna əsasən C variantı alınmış olacaq. Daha sonra, indi baxaq bu sualımıza. Deməli, Ayla ticarət mərkəzindən sonuncu çıxmır. Tamam. Bu durumda Ayla 8 ola bilməz. Ayla sonuncu çıxmırsa, Ayla deməli 8 deyil. Mehriban ticarət mərkəzində Danildən dərhal sonra, Ayladan isə əvvəl çıxır. Danildən dərhal sonra çıxır. Tamam. Demək ki, birinci Danil çıxır. Daha sonra Mehriban çıxır. Ən sonra da Ayla çıxır. Hamıdan gec Aliyə çıxır ticarət mərkəzindən. Hamıdan gec Aliyə çıxırsa, bu durumda 8 saat vaxt keçirdən Aliyə olacaq. Səfər ticarət mərkəzində Ayladan 2 saat sonra çıxır. Onda gəlin belə edək. Aliyəni biraz da digər tərəfdən yazaq. Səfər Ayladan da sonra çıxırsa, Səfəri yazaq burada. Burada da yazaq Aliyəni. Bu olsun 8 saat.
Daha sonra səfər ticarət mərkəzinə neçə saat vaxt keçir? Aha, ardıcıllığımız bu formadadır. Bizə də verilib 1, 3, 5, 7, 8 saat. Onda 8 budursa, bu 7 olacaq, bu 5 olacaq, bu 3 olacaq, bu da 1 olacaq. Bizdən soruşulur səfər 7 saat, yəni Y variantı. Daha sonra baxırıq indi bu suala. Deməli, məlumdur ki, Aikido idmanı ilə məşğul olan qız tatar dilini bilir. Aha, deməli Aikido ilə tatar dili uyğunluq təşkil etməlidir. Gülər və Sevinç kung fu və karatədə döyüşə bilmirlər. Tamam. Gülər və Sevinç üçün karatəyə minus qoyacağıq, bir də kung fuya minus qoyacağıq. Daha sonra və karatədə döyüşə bilmirlər və eyni zamanda Çin dilini də bilmirlər. Tamam. Çin dili üçün də bunlara minus qoyuruq. Daha sonra Fatimə Monqol dilini bilir. Fatimə Monqol dilini bilir. Əla. Onda digərləri bilməyəcək. Çünki hərəsi bir dil bilir deyir. Buralara minus qoyuruq. Daha sonra lakin kung fuda döyüşə bilmir. Kung fuda Fatimə döyüşə bilmirsə, bu minuslara əsasən kung fu qalır Alidəyə. Aha. İndi onda digər idman növlərinə Alidə üçün minus qoyacağam. Və bu minuslara əsasən karatəyə də qalacaq Fatimə. Aha. İndi buradakı minusları da qoyaq idman növlərində. Aha. İndi buradan sonra gedişat nə göstərəcək bizdə? Hələ ki, nə isə məlum edə bilmirik. Tamam. Sevinç judoda döyüşə bilmir. Əla. Sevinç üçün judoya minus qoysaq, baxın, buradakı minuslara əsasən onda sevincə qalır Aikido. Sevinç Aikido olacaq. Burada minus qoyacağım. Bu durumda judoya qalacaq Gülər. Aha. İndi bayaq nə demişdi? Aikidonu bilən tatar dilini bilir. Onda Sevinç tatar dilini bilən olacaq. Aha. Buralara da minus qoyacağıq. Və daha sonra bizdə deməli neçədən? Hə, baxın, bu minuslara əsasən Yapon dili qalacaq Gülərə. Burada dil hissəsində minuslara əsasən. Buralara da minus qoyanda deməli burada, baxın, bu ardıcıl minuslara əsasən burada qalacaq Çin dili. Burada da Çin dili qalacaq, burada minus qoyacağıq və artıq hamının həm idman növünü, həm də bildiyi dili tapmış olduq. Belə ki, Gülər, Judo, Yapon dili, Sevinç, Aikido, Tatar dili, Fatimə, Karate, Monqol dili və Alidə Kung Fu Çin dili. Bizdən kim soruşulur? Alidə. Kung Fu Çin dili, yəni A variantı. Bu qədər. Baxaq indi bu suala. Kafedəki menyuda hərəsindən kiçik, orta, böyük ölçüdə olmaqla 3 dönər, 3 kartof, firi və 3 ayran var. Tamam. Məlumdur ki, Səma həmişə, tamam. Kiçik ölçülü dönər ilə, tamam. Kiçik ölçüdə dönər. Dönər ilə yalnız orta ölçülü kartof firi. Bununla yalnız orta ölçülü kartof götürür. Kartof. Daha sonra orta ölçülü dönər ilə, tamam. Orta dönər ilə yalnız orta və ya böyük ölçülü kartof. Bununla həm orta, həm də böyük ölçülü kartof götürür. Aha. Böyük ölçülü dönər ilə isə, tamam, böyük ölçüdə isə, böyük dönərlə isə hər üç ölçüdə ayran götürə bilir. Tamam. Bununla isə hər üç ölçüdə ayran götürür. Orta ayran, böyük ayran və kiçik yazaq da. Kiçik ölçüdə ayran. Ayran. Aha. İndi kiçik kartof fili ilə isə, aha, indi gəlin baxaq buradan sonrasına. Bircə dəqiqə. Daha sonra uyğunlaşdırarıq. Deməli, indi baxırıq kiçik kartof filiyə. Kiçik kartofla isə deməli, yalnız kiçik ölçülü ayran götürülür. Bununla ancaq ayranı kiçik götürür. Ayran kiçik ölçüdədir. Kiçik. Daha sonra orta ölçülü kartof ilə isə, orta ölçüdə isə, orta kartof ilə isə yalnız kiçik və ya orta ölçülü ayran götürür. Həm kiçik, həm də orta. Ayran götürür. Böyük ölçülü kartof fili ilə isə, tamam, böyük ölçülü kartofla isə neyinir? Hər üç ölçüdə ayran götürür. Bundan orta, kiçik, böyük ölçülərdə ayran götürülmüş olur. İndi bizdən nə soruşur? Səma hansı kombinasiyanı heç vaxt götürmür? Aha, indi baxaq. Deməli, bax, kiçik dönərlə orta ölçülü kartof götürürsə, orta ölçülü kartofla kiçik ayran da orta ayran da götürür. Sonra
Misal üçün, orta dönər götürürsə, onunla orta boy kartof, böyük boy kartof götürə bilər. Orta boy kartof götürsə, kiçik ayran, orta ayran götürür. Böyük boy kartoşka götürsə, bu durumda orta, kiçik, böyük hər üç boyda ayran götürə bilir. İndi variantlara baxsaq, variantlarla uyğunlaşdırma aparsaq. Deməli, orta ölçülü dönər ilə kiçik ölçülü ayran, orta ölçülü dönərlə kiçik ölçülü ayranı götürürüm. Baxın, orta ölçülü dönərlə orta kartof götürür, orta kartofla da kiçik ayranı götürür. Bəli, bu alınar. Kiçik ölçülü dönər ilə böyük ölçülü ayran. Kiçik ölçülü dönərlə orta kartof gedir, orta kartofla da orta ayran gedir maksimum. Böyük ölçülü getmir. Ona görə cavab B variantı olacaq. Böyük ölçülü dönərlə kiçik ölçülü ayran. Bundan bəli, baxın, kiçik ölçülü ayran götürə bilir. Bu doğrudur. Kiçik ölçülü dönərlə kiçik ölçülü ayran. Kiçiklə orta gedir, orta ilə də bəli, kiçik gedir. Bu da tamamilə doğrudur. Böyük ölçülü dönərlə böyük ölçülü ayran. Böyük ölçülü dönərlə böyük ölçülü ayran götürə bilir. Bəli, bu da doğrudur. Cavab olacaq səhv B variantı. Daha sonra indi baxaq bu suala. Deməli, müəyyən yaşlı qardaşlar var. 5 qardaş. Hüseyn yaşca Caviddən böyük, 50-dən kiçikdir. Hüseyn ortadadır, Caviddən böyükdür, 50-dən kiçikdir. Tamam. Süleyman qardaşlarının içərisində ən böyüdür. Onda Süleymanı ən yuxarıda yazaq və ən böyüksə ən çox yaş buna yazaq. Yəni 19 yaşı var deməli Süleymanın. Daha sonra Əli yaşca Elvindən kiçikdir. Əli yaşca Elvindən kiçikdir. Onda Elvin buralarda olsa əgər. Bu məlumatlara əsasən 15 yaşında olan qardaşın kim olduğunu tapın. Deməli 5-in də adını yazdıq bu ardıcılığa əsasən. Deməli, bu 19-dursa, bu 18, bu 15, 19, 18, 15, 14, 13. 14 və 13. Bu durumda 15 yaşında olan kim olacaq? Əli. Yəni, D variantı. Bu qədər. İndi baxaq bu suala. Deməli, 6 maneədən ibarət qaçış yarışında Fatih, Hüseyn, Elmir, Səməd, Elməddin, Ömər adlı iştirakçılar yarışdılar. Tamam. Hər maneəni yalnız bir iştirakçı keçə bilmədi və yarışı tərk etdi. İştirakçıların göstərdiyi nəticələr haqqında məlumdur ki, Elməddin yarışı Hüseyndən tez tərk etdi. Tamam. Deməli, yalnız bir iştirakçı keçə bilmədi və yarışı tez tərk etdi. Aha. Elməddin yarışı Hüseyndən tez tərk etdi. Onda Hüseyn daha çox qalıb da yarışda. Elməddin daha tez tərk edib. Elmir Səməddən az, Ömərdən çox maneə keçdi. Onda Elmir daha yuxarılardadır. Elmir yazaq. Səməddən az keçdi maneəni. Səməd daha çox maneə keçib. Lakin Ömərdən çox maneə keçib. Fatih Səməddən çox maneə keçdi. Səməddən də çox keçən Fatihdir. Daha sonra Hüseyn yalnız 2 maneə keçə bilib. Hüseyn yalnız ikisini keçibsə, onda Hüseyni aşağılarda qeyd edə bilərik. Deyək ki, Hüseyni burada, sonra da Elmətini də burada qeyd eləsək, bizə nə soruşulur? Yarışı sonuncudan əvvəl kim tərk etdi? Ən son tərk edən ən çox maneə keçən adamdır. Bu Fatihdir. Sonuncudan əvvəl tərk edən də Səməd olacaq onda. Yəni cavabım olacaq Y variantı. Daha sonra baxaq indi bu suala. Yavər İsmail Abilfəz Gülyaz Nəzrin sinifdə 5 iş günü hər bir fərqli günlərdə olmaqla bir dəfə növbətçi qalırlar. Okay? Məlumdur ki, Gülyazın növbəsi Əbülfəzdən bir gün sonraki gündür. Tamam, Gülyaz Əbülfəzdən bir gün sonraki gündür və həftənin sonuncu iş günü növbətçi qalır. Əla. Onda Gülyaz 5-ci gün qalır. Və əgər Əbülfəzdən bir sonraki gündürsə, onda Əbülfəzə 4-cü gün qalır. Bu da 4-cü gündür. Daha sonra İsmailin növbəsi Yavərdən sonra gəlir və o həftənin 2-ci gün növbətçi qalır. Onda İsmailin növbəsi Yavərdən sonra gəlir. Bu həftənin 2-ci günüdürsə, Yavərdən sonra gəlir, onda Yavər olacaq 1-ci gün. Yavər olacaq 1-ci gün. Bu durumda 2-ni, 1-i, 5-i, 4-ü tapdığımıza görə Nəzrin də onda 3-cü gün qalacaq. Yəni A variantı. Bu ardıcılığa əsasən 3 qalır havada, 3 də onda Nəzrin aid olacaq. Olacaq A bəndi. Daha sonra baxaq indi bura. Aydın, Rəşad, Cəbrayıl, Famil qonşu binalarda yaşayırlar. Kimin hansı binada yaşadığı haqqında suala Famil nə birinci, nə də dördüncü cavabını verdi. Aha, onda Famil. Birinci də deyil, belə yazaq da. Birinci də deyil, dördüncü də deyil. Daha sonra Aydan ikinci binada dedi. Əla, onda Aydan üçün yazırıq ikinci bina. Cəbrayıl isə dördüncü binada yaşamadığını deyir. Tamam, Cəbrayıl 4-də yaşamır. Nömrələmə əsasən hansı binada yaşadığını müəyyən edin. Cədvəl şəklində gedək. Deməli, Famil nə birinci, nə dördüncü. Famil üçün 1-ə də, 4-ə də minus qoyuram. Daha sonra Aydın ikinci binada. Aha, Aydın oxuyuram. Aydın ikinci binadadırsa, onda digərləri 2-də yaşamır. Buralara da minus qoyuram. Daha sonra
Cəbrayıl isə 4-cü binada yaşamır. Cəbrayıl da 4-cü binada yaşamırsa, onda buna əsasən 4 qalacaq bizdə Rəşada. Buraları da minus qoyuram. Bu minuslara əsasən 1 qalacaq Cəbrayıla. Burada minus qoyanda 3 də qalacaq Familə. Deməli, 1-də kim yaşayır? 1-də yaşayır Cəbrayıl. Cəbrayıl. 2-də yaşayan kimdir? Aydın. 3-də yaşayan, deməli, Famil. 4-də yaşayan isə Rəşad. Buna uyğun variant tapmaq lazım. Deməli, Aydın 2, Rəşad 4, Cəbrayıl 1, Famil 2. Famil 3 idi də bizdə. Hə, Famil 3. Əla. Cavab olacaq C variantı. Cədvəllə qurmaq daha rahat olur. Daha sonra indi baxaq bu sual nümunəmizə. Başlayaq. Deməli, Aydanın uşaqlıq arzusu həkim olmaq olsa da, o hazırda Bakı şəhərində biologiya fənni üzrə tədris aparır. Tamam. O Bakıda biologiya fənni üzrə tədris aparırsa, deməli Aydan müəllimdir və Bakıdadır. Aha. Bu durumda digər şəhərlərə minus qoyuruq və digər ixtisaslara da minus qoymuş oluruq. Daha sonra uşaqlıq arzusu həkimdir bu arada. Gülay Aydanın uşaqlıq arzusu olan peşəyə yiyələnmişdi. Yəni həkimdir onda Gülay. Aydanın uşaqlıq arzusu həkim idi. Gülay həkimdirsə, digərlərinə buradan minus qoyuram. Buradan da buradan minus qoyuram. Və o Gəncədə çalışmır. Tamam, bu Gəncədə çalışmadı. Samirə peşəsinə uyğun olaraq konstitusiya qanunlarını çox yaxşı bilir və o nə qaxda, nə də şəkidə işləmir. Samirə deməli qaxda da işləmir, şəkidə də işləmir və ixtisasına uyğun olaraq konstitusiya qanunlarını yaxşı bilir. Bu durumda bu hansı ixtisasda olacaq? Vəkil olacaq da, konstitusiyanı bilirsə. Samirə əgər vəkil olsa təxmini yazaq. Deyək ki, Samirə vəkildir. Təxminən qeyd edək bunu. Onda digərlərinə minus qoyacaq. İndi burada minus qoyanda Elxan Sumqayıtda işləmir. Elxan Sumqayıtda. Sumqayıt haradır qeyd eləmişəm? Hə, buradadır. Elxan Sumqayıtda işləmir. Aha, tamam. Mühasib olan Gəncədə işləyir. Mühasib olan kimdirsə bu Gəncədədir. Hələ ki, bununla bağlı əlimizdə bir məlumat yoxdur. Kim mühasib kimdir? Tamam. Elxan mühasib deyil. Onda Elxan Gəncədə işləməyəcək. Elxan Gəncədə işləməyəcək. Onda mühasib deyilsə. Mühasib üçün də Elxana minus qoyanda, onda bu ardıcıllığa əsasən mühəndisə qalır Elxan. Elxan mühəndis olacaq bu durumda. Burada minus qoyanda Elnarə olacaq mühasib. Bayaq deyirdi, mühasib olan harada işləyir? Gəncədə işləyir. Onda Elnarə Gəncədə mühasib olacaq. Buralara da minus qoyanda, bu minuslara əsasən Sumqayıtda işləyən olacaq Samirə. Burada minus qoyanda, bunlar hələ ki qalır havada. Tamam. Yox, niyə qalır ki? Bura minus qoyuruq da, çünki bu plus bunlar minus gedəcək. Daha sonra, indi bizdən nə soruşulur? Elnarə hansı şəhərdə və hansı peşədədir? Elnarə üçün nə tapdıq biz? Elnarə mühasibdir və Gəncədədir. Gəncədə mühasib olacaq. Yəni C variantı. Bu qədər. Daha sonra indi baxırıq bu suala. Deməli, Ceyla, Leyla, Fidan, Bəhruz, Xalid bu yaşlardadır. Məlumdur ki, Bəhruz Leyladan kiçik, Ceyladan isə böyükdür. Tamam, Bəhruzu yazaq ortada. Leyladan kiçikdir, Leyla yuxarıdadır. Ceyladan isə böyükdür. Ceyla aşağıdadır. Daha sonra, Xalid yaşca ən kiçik deyil. Tamam. Onda Xalid ən kiçik yaş burada hansıdır? 18 olmayacaq. 18 olmayacaq. Nə Fidan, nə də Xalid Ceyladan böyük deyil. Onda Fidan da Xalid də aşağıdadır. İndi məsələ nədir? Xalid əgər ən kiçik deyilsə, onda Fidanı mən ən kiçik kimi qeyd eləməliyəm ki, burada qalacaq Xalid. Xalid. Onda Fidan olacaq 18 yaş. Aha, indi Fidan və Bəhruzun yaşları neçədir? Bu ardıcıllığa əsasən ən çox yaşı olan Leyla olacaq. Bunun yaşı neçədir onda? 25-dir. Bundan kiçik Bəhruzlu 24. Bundan kiçik 23. Sonra 20, sonra da 18. Bizdən soruşulan Fidan və Bəhruzdur. 24 və 18 tapacaq onda. Bəhruz 24, Fidan 18. Yəni Y variantı. Daha sonra, indi baxaq bu suala. Zaur B binasının sakini deyil. Zaur üçün B-yə minus qoyuram. Daha sonra, Emin ya A-da ya da Y-də yaşayır. Tamam, Emin üçün onda digərlərinə minus qoyuram. Ancaq A-na Y-ni saxlayıram. Aha. Zaur və Məhəmmədin ali təhsili var. Okay. A-C-D binalarının sakinlərinin ali təhsili yoxdur. Onda Zaur və Məhəmməd A-C-D-də yaşaya bilməz. Zaur və Məhəmməd. Onda A-ya minus qoyuram, C-yə, D-yə. Zaur üçün də A-ya, C-yə, D-yə. Buna əsasən Zaurda olacaq Y binası. Bu minusları da qoysaq bura.
M-də olacaq A binası. Bu minusları da qoysaq bura. Məhəmməddə olacaq B binası. Bu minusları da qoyuruq bura. Bu ikisi qalır hələ havada. Daha sonra bu durumda bizdən nə istənilir? Mülahizələr əsasən Məhəmmədin hansı binanın sakini olduğu. Məhəmməd olacaq B binası. Yəni Y variantı. Daha sonra ayna qırmızı, göy, yaşıl rəngli kağızlardan 5 ədəd düzbucaqlı, 3 ədəd dairə, 2 ədəd üçbucaq kəsdi. Aha, 5 ədəd düzbucaqlı. Hələ ki 5 dənə düzbucaqlımızı çəkək. Bu 1, bu 2, bu 3, bu 4, bu da 5 olsun. 5 düzbucaqlı, 3 ədəd dairə, bu 1, bu 2, bu 3 ədəd dairə və 2 ədəd üçbucaq. Deməli, bu 1 ədəd, bu da 2 ədəd üçbucaq kəsib. Daha sonra, indi bizə nə deyir? Fiqurların 4-ü qırmızı, ikisi yaşıl, 4-ü göy rəngdədir. Mülahizələr əsasən hansı fikir yanlışdır? Bircə dəqiqə. Ümumi neçə dənə fiqurumuz var bizim? 5 ədəd düzbucaqlı var, 3 dənə, 8, 2 də buradan 10 dənədir. Aha. Onda deyir ki, 4-ü qırmızı, ikisi yaşıl, 4-ü göy rəngdədir. Aha. Deyir, üçbucaqlar qırmızı deyil. Üçbucaq qırmızı deyilsə, dairələrin hər biri müxtəlif rəngdədir. Əla. Onda dairələr, deməli, göy, qırmızı, yaşıldır da. Deyək ki, hər biri müxtəlif rəngdədirsə, biri olsun qırmızı, biri olsun göy, biri də olsun yaşıl. Hərəsi müxtəlif rəngdədir dairələrin. Daha sonra, düzbucaqların ikisi göy rəngdədir. Düzbucaqların bu biri, bu da ikisi göy rəngdədir. İndi bizə nə deyir yuxarıda? 4-ü qırmızı, ikisi yaşıl, 4-ü göydür. Əgər 4-ü göydürsə, onda bizə bayaq nə dedi? Dedi ki, dairələrdən, düzbucaqlardan heç biri qırmızı deyil. Onda göy olanların biri də üçbucaq olsa, əgər bax belə olsa, 4 dənə göy olacaq, 2 dənə yaşıl. Onda yaşılın biri də misal üçün üçbucaq olsa, deyir üçbucağın heç biri qırmızı deyil. 2 dənə yaşıl da gəldi. 4-ü də qırmızı olacaq. Onda burada 3 dənə düzbucaqlı, bir dənə də dairə. 4 dənəsi də qırmızı alınır. Aha. İndi bizdən nə soruşulur? Hansı mülahizə yanlışdır? Tamam. Düzbucaqlılardan 3-ü qırmızıdır, bu doğrudur. 3 dənəsi qırmızı oldu. Dairələrdən biri göy rəngdədir. Mütləq ki, doğru olacaq, çünki dairənin hərəsi bir rəngdədir deyir. Düzbucaqlılardan biri yaşıldır. Xeyr, düzbucaqlıda yaşıl yoxdur, qırmızı və göydür. Düzbucaqlılardan biri yaşıl rəngdədir. Yox, üçbucaqlardan biri yaşıldır, bu doğrudur. Üçbucaqlardan biri göydür, bu da doğrudur. Nəticə olacaq səhv variant C variantı. Çox rahat bir məntiqi sual nümunəsi. Daha sonra baxaq indi bu suala. Deməli, hər rəfdə yalnız bir əşya qoyulmuşdur. Qlobus ikinci rəfdədir. Tamam. Qlobus yazırıq ikinci rəfdə. Buna yazdım plus. Onda digərləri üçün buralara minus qoymaq lazımdır. Hərəsi deyil bir rəfdədir. Kitab qlobusun olduğu rəfin dərhal üstündəki rəfdədir. 2-nin üstündədirsə əgər kitab. Onda kitab olacaq 3-cü rəf. Kitab 3-cü rəfdirsə buralara da minus qoyacağıq. Daha sonra şəklin olduğu rəfin nömrəsi tək ədəddir. Şəkil tək ədəddir. Ola bilər 1, ola bilər 5. 4 üçün minus qoyuram bura. Və suvenirdən üstəki rəflərdən birindədir. Aha. İndi hələ ki suvenir tapaq onda. Güldanın olduğu rəfin nömrəsi tək ədəd deyil. Aha, Güldan cüt ədəddirsə, burada cüt ədəd bir dənə 4 qalır. Onda Güldan olacaq 4. Buralara da minus qoyanda bizə nə qalır onda? Deməli, bu durumda suveniri mən 5-ci rəfə qoymalıyam ki, bundan üstə 2 dənə rəf qalsın. Biri 4, biri də 3. 4-də Güldan varsa, 3-də də şəkil olsun onda. 3-də yox, bircə dəqiqə, 1-də şəkil olsun. Hədə 1-də şəkil olsun. Bundan yuxarıdadırsa əgər, onda buralara da minus qoyanda bizə nə qalır onda? Şəkil qlobusunun olduğu rəfdən altdakı rəfdədir. Yox, bu variant da. Şəkil qlobusunun olduğu rəfdən altdakı rəfdədir. Şəkil qlobusunun olduğu rəfdən altdakı deyil, üstündəki rəfdədir. Bu səhvdir. Kitab 3-cü rəfdə deyil. Kitab 3-cü rəfdədir axı. Bu da səhvdir. Qlobus 4-cü rəfdədir. Qlobus 4-cü rəfdədirmi? Qlobus 2-ci rəfdədir. Bu da səhvdir. Suvenir 1-ci rəfdədir. Suvenir 1-ci rəfdə deyil. Suveniri mən 5-ci rəf yazdım. Bircə dəqiqə bunu saxlayaq onda. Kitab olan rəf qlobus olduğu rəflə suvenirin olduğu rəfin arasındadır. Kitab qlobusla kitab deməli ortadadır deyir. Qlobusla suvenirin ortasında. Kitab 3-cü rəfdədir, qlobus 2-ci rəfdədir. Suvenir 5-ci rəfdədir. Bu durumda həqiqətən də arasındadır da. Onda bu da doğru gəlir. Bircə dəqiqə, nədə səhv eləmədim.
Bircə dəqiqə bax, biz kitabı 3-cü rəf tapmışdıq da. Buralara minus qoyanda. Tək məsələsi hansında idi? Güldanda idi. Tək ədəd deyildi. Onda güldan cüt ədəddirsə, bu 4-də olacaq da güldan, düz deyil. Buralara da minus qoyanda bizdə qalır naməlum olan şəkil və suvenir. İndi bizə nə demişdi bununla bağlı? Şəkil tək ədəddir və suvenir üstdəki rəflərdən birindədir. Suvenirdən üstdədirsə, suvenir aşağılardadır ki, şəkil onun üstündədir də. Aşağıdan yuxarıya doğru nömrələnibsə, onda suvenir 1 olacaq. Şəkil buna əsasən 5 olacaq. Belə olsa, buralara minus qoyanda nəticəmiz necə olur? Şəkil qlobusun olduğu rəfdən altdakı rəfdədir. Şəkil qlobusun olduğu, bu bayaq düz idi, zaten eyni ardıcıllıq etmişdi. Kitab 3-də deyil, bu səhvdir, 3-dədir. Qlobus 4-cü rəfdədir, 2-dədir, səhvdir. Suvenir 1-ci rəfdədir. Bu düzdür. Kitab olan rəf qlobusla deməli suvenirin arasındadır. Kitab 3-dədir, qlobus 2-dədir, suvenir 1-dədir. Yox, arasında deyil axı. Onda bu da səhvdir. Cavab olacaq bizə D variantı. Daha sonra davam edək növbəti sualla. Deməli, indi baxaq bu sualımıza. Deməli, baxırıq indi suala. Məlumdur ki, Kərim məhsul, Sabir isə bolluq adlı marketdən bazarlıq edir. Tamam. Kərim məhsuldan, Sabir isə bolluqdan bazarlıq edir. Bu durumda bərəkət qalır bizdə Tahirə. Düzdür? İndi buralara minus qoyaq. Keçək meyvə tərəvəz məsələsinə. Sabir tərəvəz almır. Sabir üçün tərəvəzə minus qoyuram. Bolluq marketinə gedən şirniyyat almır. Bolluğa gedən Sabir idi. Onda Sabir şirniyyat da almayacaq. Bu durumda Sabirə qalacaq meyvə. İndi Tahir tərəvəz alır. Tamam, Tahir bizdə tərəvəz alırsa, burada minus qoyanda onda şirniyyata kim qalacaq bu minuslara əsasən? Qalacaq Kərim. Bizdən soruşulan hansı mülahizə doğrudur? Deməli, Kərim meyvə alır, Kərim şirniyyat alandı, bu səhvdir. Tahir şirniyyat alır, yox ki, şirniyyatı Kərim alır, bu da səhvdir. Onda bizdə olacaq Y variantı, şirniyyatı Kərim alır. Sabir tərəvəz alır. Sabir meyvə alırdı, tərəvəz yox. Sabir şirniyyat alır, yox, Sabir tərəvəz alırdı. Cavab olacaq Y variantı. Daha sonra indi baxaq bu sualımıza. Baxaq, deməli, bu dostlar haqqında məlumdur ki, Aydənin uşaqlıq arzusu psixoloq olmaq olsa da, o hazırda A şəhərində menecerdir. Açıq aydın məlumatımız var. A şəhərindədir və menecerdir. Digərlərə buna əsasən minus qoyuruq. Deməli, uşaqlıq arzusu nədir bunun? Psixoloq. Aygün Aydənin uşaqlıq arzusu olan peşəyə yiyələnmişdir və B-də çalışmır. Aygün B-də çalışmır və Aydənin uşaqlıq arzusuna, yəni psixoloq peşəsinə yiyələnib. Onda Aygün psixoloqdur. Buralara da minus qoyanda, belə bir nəticə alınır. Daha sonra, Sevinç operatordur. Tamam, operatordur Sevinç. Buralara minus qoyuruq. Deməli, nə D-də, nə də Y-də işləyir. Tamam, Sevinç üçün D-də minus qoyuram, Y-də minus qoyuram. Emin C şəhərində işləmir. Emin də C şəhərində işləmir. Satıcı olan B şəhərində işləyir. Emin satıcı deyil. Onda bu B şəhərində işləyə bilməz. Onda Emin B-də işləmir deməli. Tamam, məlumatımız hələ ki bu qədər var. A-ya buralara minus qoysaq, tam dəqiq məlumat hələ ki əldə edilmir, təəssüf ki. Bizdən kim soruşulur? Emilya hansı şəhərdə və hansı peşədə çalışır? Emilyanın şəhəri də peşəsi də məlum deyil. Baxaq yenidən. Aydənin uşaqlıq arzusu psixoloq olmaq olsa da, o hazırda A şəhərində menecerdir. A-da menecer, A-da oldu, okey. Aygün Aydənin uşaqlıq arzusu olan peşəyə yiyələnmişdir, B-də çalışmır. Onda Aygün psixoloqdur və B-də çalışmır, okey. Daha sonra, Sevinç operatordur. Nə D-də, nə də Y-də işləyir. Sevinç operator oldu. Nə D-də, nə də Y-də işləyir. Deməli, kim qaldı? Laborator və satıcı qaldı bizdə. İndi Emin C-də işləmir. Emin C-də işləmədi. Tamam. Satıcı olan B şəhərində işləyir. Satıcı olan B-də işləyir kimdirsə. Və Emin satıcı deyilsə, onda Emin B-də də işləməyəcək. Bu durumda B şəhərinə kim qalır? Sevinclə Emilya qalır da. Əgər Sevinç operantdırsa, onda bu B şəhərində işləməyəcək. Çünki bizə deyir ki, B-də işləyən satıcıdır. Bu durumda satıcı olan bizdə olacaq Emilya. Düzdürmü? Burada Emilya üçün, yəni bir dəqiqə B-də işləyəndə, bura olacaq onda B və Emilya satıcıdır və B-də işləyir.
Buralara da minus qoyanda bu minuslara əsasən C-də işləyən sevinci olacaq. Burada minus qoyacağıq. Daha sonra burada minus qoyanda bu minuslara əsasən bizdə olacaq Emin laborant. Burada minus qoyacağıq. Bizdən Emilya hansı şəhərdə və hansı peşədə çalışır soruşulur. Emilya çalışır B şəhərində və satıcı peşəsində. Baxaq. B şəhərində satıcı, yəni olacaq B variantı doğru cavabımız. Daha sonra indi baxırıq bu sual nümunəmizə. Deməli, mağazada bir gün ərzində fərqli modellərdən və operativ yaddaşları fərqli olan kompüterlər satılmışdır. Səməd, Elgün, Aytac, Adəmin aldıqları bu kompüterlərin mağazada satış qiymətləri bu qədərdir. Məlumdur ki, ən baha qiymətə satılan kompüterin Aytacın aldığı Dell operativ yaddaşının həcmi 8 GB deyil. Aha, gəlin bunu da cədvəlini qurağında. Aha, baxaq. Deməli, ən baha kompüterə Aytacın aldığı Dell-in operativ yaddaşı 8 GB deyil. Deməli, Aytac Dell alıb və ən bahalı kompüter alıb. Onda Dell-in qiyməti 680 manatdır deməli. Aha. İndi buralara hələ ki minus qoyuram və 680 manatdırsa digərləri ola bilməz. Və deyir ki, operativ yaddaşının həcmi 8 GB deyil. Burada minus qoyuram və Dell üçün digərlərinə də minus qoyuram. Daha sonra kompüterin modelinin adı ilə alıcısının adı eyni hərflə başlayan kompüterin operativ yaddaşının həcmi az olmasa da, Səmədin aldığı 600 manatlıq kompüterin və Dell-in kompüterlərin operativ yaddaşının həcmindən azdır. Aha. Deməli, kiminsə adı ilə aldığı kompüterin adının baş hərfləri üst-üstə düşür. Əgər bu Aytac olsa, uyğun olmayacaq. Amma Adəm olsa uyğun olacaq. Adəmlə Acer üst-üstə düşür. Onda bu Acer olacaq Adəmin. Buralara minus qoyanda bizə geriyə nə qalır? Burada minus qoymalıyam bu arada. Deyir ki, indi Səmədin aldığı 600 manatlıq kompüter. Deməli, Səməd aldığı kompüter 600 manatlıqdır. Burada plus qoyuram, buralara minus qoyuram. Və bunun operativ yaddaşının tutumu, yəni Acer'ın operativ yaddaşının tutumu Səmədin operativ yaddaşının tutumu ilə Dell-inkindən azdır. Aha. Deməli, ən az deyil. Amma ikisindən azdırsa, onda bunu mən 6 kimi götürə bilərəm. Deyək ki, misal üçün, Dell və 600 manatlıq kompüterin tutumu biri 8, biri 16-lıqdırsa, onda Acer'ın tutumunu 6-lıq götürə bilərəm. Ki, ən az da deyil də, deyir, ən az olmasın eyni zamanda. Onda buralara minus qoyanda, hələ ki, amma bilmirəm, hansı 8-dir, hansı 16-lıqdır, təxmini dedim. Daha sonra, Elgünün aldığı HP-nin qiyməti gün ərzində satılan kompüterin qiymətinin ədəd ortasına bərabərdir. Bunların ədəd ortası neçədir? 400 üzərinə gəl 600, üzərinə gəl 560, üzərinə gəl 680. 680. Bunu da 4-ə böləndə, buradan 1000 gələcək, buradan deməli 1240 gələcək. Bunların cəmi bizə verəcək 2240-ı. Bunu da 4-ə böləndə nəticəmiz olacaq 560. Nəyin qiyməti olacaq bu? HP-nin qiyməti. Onda HP bizdə olacaq 460. Bunun başına yazacaq 460. 460 deyilmə 560 bizə dəqiqə. Bu oldu deməli 560 manat. 560 manat. Aha. Daha sonra indi deyir ki, bunların operativ yaddaşlarının həcmini azalan sırayla düzün. Hələ ki, biz nəyi müəyyənləşdirməliyik? Hələ ki, biz yerdə qalan məlumatları tapmalıyıq. Bircə dəqiqə. HP bu minuslara əsasən Elgün olacaq. Düzdür? Elgün olsa və bunun qiyməti 560 manat olsa, onda buralara da minus qoyulacaq. Aha. İndi. Dell-in tutumu dedik ki, 8 GB deyil. Dell-in tutumu 8 GB deyil, 6 GB da deyil. Ya 4-dür, ya 16-dır. İndi bayaq bizə nə demişdi burada? Demişdi ki, Səmədin aldığı 600 manatlıq kompüterin və Dell-in operativ yaddaşının həcmindən azdır. Aha. Onda biz bunu 6 götürmüşdük. Demişdik 8-dən və 16-dan azdır, 4 deyil. Söhbət hansı kompüterdən getmişdi bu? Acer'dan getmişdi də, düzdür. Acer'i biz 6 tapmışdıq. Aha. Bu durumda 4 qalacaq HP-yə. Buna əsasən. 4 HP-yə qalsa, buralara da minus qoyanda yerdə nə qalır? Baxın, bu minuslara əsasən 16 GB-lıq qalır Aytacın kompüterinə. Bu minuslara əsasən də 8 GB-lıq qalır Səmədin kompüterinə. Səməd deməli 600 manatlıq 8 GB-lıq bir kompüter alıb. Elgün 560 manatlıq bir HP alıb. Aytac Dell alıb. 16 GB-lıq və 680 manatlıq. Və burada minus qoyanda Adəm də Toshibanı alıb onda
6 GB-dıq, amma məbləğini hələ ki dəqiq bilmədik. Bircə dəqiqə buralara minus qoyanda bildik də, bu da 400 manatdır. Aha. İndi Acer'ın, HP-nin, Dell-in və Toshiba-nın operativ yaddaşlarının həcmini azalan sırayla düzün. Tamam. Ən az hansıdır? Yox, ən çox hansıdır? 16 olandır. 16 olacaq Aytac. Aytac deyirəm, kompüter hansıdır? Dell. 16 olacaq Dell. Dell 16-dır. Sonra 8 Səmədin kompüteridir. Bu hansıdır? Bəs Səmədin kompüteri hansı oldu bizdə? Bircə dəqiqə. Səmədin kompüteri bizdə hansı oldu? Bunu mən niyə ikisinə də minus yazmışam? Adəmin kompüteri Acer'dır. Səmədinki Toshiba olacaq. Bircə dəqiqə. Səmədin kompüteri Toshiba olacaq. Mən bunu səhv yerə yazmışam. Bura minusdur, bura plusdur. Səmədin kompüteri olacaq, yəni Toshiba. Toshiba olacaq bizdə 8, sonra 6 GB-dıq. Acer'dır. 6 GB və son olaraq 4 GB-dırsa HP-dir. HP isə 4 GB-dır. Acer 1-dir, HP 2-dir, HP 2-dir, baxın buraları yazıram. Dell 3-dür, Toshiba da 4-dür. Ardıcılı olmalıdır. 3, 4, 1, 2. 3, 4, 1, 2 olacaq A variantı. Daha sonra indi baxırıq bu suala. Baxaq, deməli 4 komandaya bölünüblər. Qırmızı, mavi, yaşıl, sarı. Hər komandada da 3 nəfər var. Məlumdur ki, 3 və 8 nömrəli şagirdlər eyni komandadadır. Əla. 3 və 8 eyni komandadır. 5 nömrəli şagird sarı və qırmızı komandada deyil. 5 nömrəli şagird sarıda deyil, qırmızıda deyil. 1 nömrəli şagird mavi komandadadır. 1 mavidədir. Tamam. Amma 7 nömrəli şagird onun komandasında deyil. Onda 7 mavidə olmayacaq. 7 mavidə deyil. 4 və 9 nömrəli şagirdlər fərqli komandadadırlar. Tamam. 4 və 9-u fərqli komanda qəbul edək. 10, 11, 12 nömrəli şagirdlərdən yalnız biri qırmızı komandadadır. 10, 11, 12-dən yalnız biri qırmızıdadır. Yaşıl komandada 6 nömrəli şagird var. Yaşılda 6 nömrəlidir. Yaşılda 6 nömrəlidir. Tamam. Daha sonra 4 nömrəli şagird qırmızı komandadadır. 4 nömrəli əgər qırmızı komandadadırsa və bayaq demişdik ya 4 ilə 9 fərqli komandadadırlar. Onda 9 olacaq, qırmızı deyil. Daha sonra sarı komandada 2 nömrəli şagird var. Sarıda 2 nömrəlidir. Sarıda 2 nömrəlidir. Tamam. İndi mavi komandadakilərin nömrələri tək ədədlərdir. Onda mavi üçün cütlərə minus qoyacağım. Yəni bu gedəcək 2, 4, 6, 8, 10, 12 ola bilməz. Deyil, tək ədədlərdir mavidə olanlar. Bu durumda maviyə hansılar qalır? 4-4 parçalanırlar da bunlar. 1, 3, 5, 7, 9, 11. Yox, hamısı qalır. Bircə dəqiqə. Onda biz nə edəcəyik? Bizə bayaq 3 və 8 barədə demişdik ki, eyni komandadadırlar. 3 ilə 8-i mən əgər mavi götürsəm, burada yox, 5-də qalır. 7 qalmır. Yox, bircə dəqiqə. 7-yə mən niyə minus qoymuşam ki? 7-yə yəqin bayaqkine əsasən minus qoydum. Nə dedi bizdə? Bircə dəqiqə görüm sonucu. Yox, 7-yə bayaq minus qoymuşam. Nəyə əsasən minus qoymuşam 7-yə? Amma 7 nömrəli şagird onların komandasında deyil. 7 bayaqda minusdur. Deməli, tək ədədlərdirsə, cütlərə buradan minus qoyanda bu gedəcək, bu gedəcək, bu gedəcək, bu gedəcək, bu gedəcək. Qalır 11, 9, 5 və 3. Yəni, burada 5-6 nəfər qalır. Aha. Daha sonra, sarı komandadakilərin ikisinin nömrəsi 3-ə bölünən ədəddir. Sarı komandada olanların ikisinin nömrəsi 3-ə bölünən ədəddir. Onda sarıda bir dənə 2 var. 3-ə bölünən ədədlər burada hansılardır? 3-dür, 6-dır, 9-dur, 12-dir. Aha. Bunlardan sarı olan ola bilər. İndi, yaşıl komandada hansı nömrəli şagirdlər var? Bizdən yaşıl soruşulur. Tamam. Deməli, indi baxırıq necə? Deməli, bayaq dedik ki, 3 və 8 eyni komandadadır. Burada 3-ə bölünən ədədlərdə 3, 6, 9, 12 var. Düzdür, sarı üçün də. 3-ü əgər mən sarıya yazsam, onda gərək 8 də yazım. Eyni komanda olması üçün də. Sarı barədə başqa xüsusi bir məlumat yoxdur. 8-i yazmaq olmaz axı, çünki 8 3-ə bölünmür. Ona görə də 3 də olmayacaq. Deməli, sarıda 3 yoxdur. Sarıda olanlar onda olacaq 6, 9, 12 və 2.
Aha. Deməli, burada olacaq onda sarı için deyirəm ha. 3-ə bölünən ədədlər. Deyir 2 dənəsi 3-ə bölünür. Onda 9, 12, 6, 3-dən 1 3-dən 2 olmalıdır, 1 olmamalıdır. Daha sonra aha 5 nömrəli şagird sarı və qırmızı komandada deyil. 5 sarıda da deyil, qırmızıda da deyil. Ya mavidə olacaq, ya yaşılda olacaq. Aha. Deməli, bizə deyir ki, 4 komandaya bölünüblər, hərəsində 3 nəfər olacaq da onda. 3 nəfər olsa, görə indi hansılar olacaq onda bizdə? Deməli, 1 nömrəli şagird mavi komandadadır, amma 7 nömrəli şagird onun komandasında deyil. 1 mavidədir. 1 mavidədir, bəli. Bura əsasən mavini biz tapa bilərik. Bayaq demişdik 3 və 8 eyni komandadadır. Əgər 8 mavidə deyilsə, onda 3 də mavidə olmayacaq. Çünki bunlar eyni komandada olmalıdır. Buna əsasən maviyə qalır 5, 9 və 11. Əla. Mavini tapıram. Bu 5-dir. Bu 9-dur, bu da 11-dir. Buralara minus qoyacam, onda burada minus qoyacam mən. Bu ardıcıllığımıza əsasən də belə deyək. Çünki bu plus buradadırsa, digərlərində olmayacaq. Bir mavidədirsə, digərlərində ola bilməz də, belə deyək. Buralara da buna əsasən minus qoyanda, görə indi bizdə geridə nə qalır? Burada minus qoyacam onda, buralara da minus qoyacam. Deməli, onda biz mavini tapdıq buradan. Mavi rəngdə hansılar var? 1, 5, 9 və 12. Bizə dəqiqə neçə nəfər olur? 3 nəfər olmalıdır. Bizə dəqiqə. Mən 4 nəfər tapdım. Mavidə olanlar 5 olacaq. 9 olacaq. Bir də 11 olacaq. Yox. Mavi olanlar 5-dir, 9-dur, bir də 11-dir. Onda 5, 9, 11 digərlərində olmayacaq da. Yaşıla minus qoyacam. 5 üçün yaşıla minus qoyacam. 9 üçün mən hara minus qoyacam? Hə, digərlərinə minus qoydum. 11 üçün də digərlərinə minus qoyacam. İndi məsələ nədir? Biz burada 4 üçündə digərlərinə minus qoyaq ki, digərlərində olmaz bunlar. Bunlar da həmçinin. Onda bu minuslara əsasən bizim hansı komandamızda üzvlər qalır? Deməli, bizə deyirdi 3 və 8 eyni komandadadır. Mən 3 və 8-i 1 götürməliyəm hansısa komanda üçün. Baxaq görək hansı üçün götürəcəyik. Tək cüt məsələsi burada hansında vardı? Mavi komandanın nömrələri tək ədəddir. Həqiqətən mavi tək ədəd düz getdik. İndi 3-ə bölünmə məsələsi sarıdaydı. Sarıda 3-ə bölünməyə əsasən dedi ki, ikisi 3-ə bölünən olmalıdır. 1, 2-ni tapdıq. Bu əvvəlcədən tapılmışdı. 3-ə bölünən burada hansı ədədlərimiz var idi? 3 ola bilməzdi. Çünki 3 ilə 8 eyni komandadaydı. 8 bölünməyəcəyinə görə. Onda 3-ə bölünən ədədlərdirsə, 3-ə bölünməyənlərin qabağına sarı üçün minus qoyaq da. 3-ə bölünməyənlər hansılardır? 7-dir, 8-dir, 10-dur. 12 bölünür. Aha. Bu minuslara əsasən qalır 12, 6, bir də 2. İkisi deyil, 3-ə bölünəndir. Onda sarı üçün qaldı 12, qaldı 6, qaldı 2. Mavini tapdın, sarını tapdın. Bizdən soruşulur yaşıl. Aha. İndi bu minuslara əsasən mən tapmalıyam yaşılda olanları. Aha. İndi tapmalıyam yaşıl olanları. Yaşılda hansılar olacaq onda? Yaşıl rəngdə deməli buralara da minus qoyaq. Bu tapdıqlarımıza əsasən də burada olmasın. Burada qalır onda 3 qalır yaşıla, 8 qalır, 7 qalır, 6 da yaşıldadır bizdə. 10 da yaşıldadır hətta. Yox. Yaşıl barədə xüsusi bir məlumatım yoxdur deyəsən. 9 və 4 fərqli komandadadırlar. Əgər mən 9-u mavidə götürmüşəmsə, onda 4 mavi ola bilməz. Aha, 4 qırmızıdır çünki. Tamam, bir dənə qırmızı üçün tapmışıq, 4-dür. Qırmızı 4-dür. İndi buna əsasən yaşıla hansı rənglər qalır? Yaşıla hansı rənglər qalır, onu tapmaq lazımdır. 3 və 8 eynidir. 5 nömrəli sarı və qırmızı komandada deyil. 1 nömrəli şagird mavi komandadadır. 7 nömrəli şagird onun komandasında deyil. 7 mavidə ola bilməz onda. Olmadı. 4-9 fərqli komandalardadır. 4 ilə 9 fərqlidir. 10, 11, 12 nömrəli yalnız biri qırmızıdadır. 10, 11, 12-dən yalnız biri qırmızıdadır. Əgər 12 sarıda, 11 mavidədirsə, onda 10 qırmızıda olacaq bu mülahizəyə əsasən. 10 qırmızıda olacaq deməli. Buralara da minus qoyanda, yox, 8-ə minus qoyuram. 10 qırmızıdadırsa, bura bir dənə də 10 yazıram qırmızı üçün. Hələ ki yaşıl bizə lazımdır. Yaşıldan heç kəs tapmıram mən. İş burasındadır.
Yaşıldan mən kimi tapacam indi buradan? Deməli, bircə dəqiqə. Sarı bizdə əgər 6 idisə, onda mən sarıya niyə yaşıla, 6-ya niyə yaşıla plus qoymuşam? 6-da sarı idi axı. Buralara minus qoymalıyam. Buradan da kimlər qalır? 3 qalır, 7, 8 qalır. 3, 7, 8 qalacaq onda buna əsasən. Nədə səhv eləmədik? Bu durumda yaşıl rəngə 3 qalır, 7 qalır, 8 qalır. Variantlarda. Deməli, 4 ilə 10-u çıxsam, belə deyək də, bax, 5-i, 9-u, 11-i, 4-ü, 10-u çıxsam nə qalır? 4 getdi, 10 getdi, 5, 9 getdi, 5 getdi, 11 getdi, onda Y variantı qalır. Prosta burada 3, 6, 8, mən 3, 7, 8 tapdım. Nədə səhv elədik deməli, bircə dəqiqə. Və sarı üçün biz demişdik ki, ikisi 3-ə bölünən ədəddir. Sarıda biz 12, 6, 2 tapdıq da, düzdür. Yaşıl komandada 6 nömrəli şagird var deyir. Onda yaşıl 6-da olacaq. Bura düşən onda bizdə fərqli rəqəm olacaq. Bircə dəqiqə. Onda yaşıl 6-da deyil. Burada yazılıbda mülahizədə. 6-da olan yaşıl olacaq. Bu olacaq 6. Bu durumda 3, 6, 8-dir. Bəli. Doğru cavab olacaq Y variantı. Elə burada açıq aydın qeyd olunur. Daha sonra məzunlar birinci sinif şagirdləri üçün kitab, karandaş, dəftər, gəlincik, puzzle və oyuncaq maşınlardan ibarət hədiyyə dəstə almaq qərarına gəliblər. Şagirdlərin hərəsinə bir əşyadan bir dəfə istifadə etməklə 3 əşyadan ibarət neçə müxtəlif hədiyyə dəstə hazırlamaq olar. Deməli, bu məlumatlara əsasən bizim əlimizdə 2, 4, 6 dənə variant var. Birinci oyun üçün hamısını istifadə edə bilərəm. Bizə deyir ki, hər bir əşyadan bir dəfə istifadə elə. Yəni, misal üçün, 6-dan, deyək ki, buradan karandaşı istifadə eləmişəmsə, onun digərlərini istifadə eləyə bilmərəm. Onda bura qalacaq 5, burada qalacaq 4. Bu durumda 5 dəfə 6, 30, 30 dəfə 4 də 120 eləyəcək. Nəticəmiz olacaq ümumi 120 variant. Daha sonra, baxaq indi bu suala. Deməli, 6 top, 2 çanta, 2 papaq, 2 idman köynək, bir bilyard stolu aldılar. Məlumdur ki, onların hərəsi ya 2 ya da 3 dənə mal alıb. Aha. Könül və Lalə hər biri yalnız 2 dənə top alıb. Ümumi 6 dənə topdursa, hərəsi 2 dənə top alıbsa, 4 dənə top bura gedib. Bizdən nə soruşulur? Nail, Polad, Vaqif cəmi neçə dənə mal alıblar? Ümumi mal sayı nə qədərdir? 6, 2, 8, 2, 10, 12, 13 dənədir. Aha. İndi baxaq. Deməli, Mələk bilyard stolu və papaq almayıb, lakin 2 növ mal alıb. Bilyard stolu almayıb, papaq almayıbsa, yerdə nə qalır onda? Top qalır, çanta qalır, idman köynəyi qalır. 2 növ mal alıb. Bu 2 növ alıb. Tamam. Nailin aldıqları arasında bir dənə top da var. Aha. Deməli, bir dənə top alıb Nail. Vaqif papaq, top, bilyard stolu almayıb, lakin 2 növ mal alıb. Papaq almayıb, bilyard stolu almayıb, top almayıb. Papaq, top, bilyard stolu alınmayıbsa, onda çanta və idman köynəyi hərəsindən birini alıbsa əgər, lakin 2 növ mal alıbsa, onda hərəsindən birini alıb da. 1-1-2 dənə növ də buradadır onda. Polad yalnız bir çanta və bir papaq alıb. Əlində bunda 2 dənə variant var. Bu durumda bizdən soruşulur Nail, Polad və Vaqif. Polad 2-dir, Vaqif 2-dir, 4, Nail 1 dənə adama. Nail bir dənə də top da var. Aldıqları arasında top da var. Başqa şeylər də alıb, amma arasında top da var. Bizə dəqiq el eləməliyəm, bu 13-ə tamamlamalıdır. Cəmi 13 dənə mal alıb buradan. 2 dənə top alıb, 4 dənə budur. 2, 4, 6, 4, 10, 11 dənə. Bəs 2 mal hardadır? Onda ikisi də buraya aid olacaq da. Onda bu da 3-ünü almış olacaq. Onda Nail, Polad, Vaqif bizdə neçə dənə olur? 2, 2, 4, 3 də buradan eləyəcək 7. Deməli, bu 3-ü 7 dənə mal almış, hesab edilmiş o olur. Bu qədər. Bununla da modelləşdirmənin ilk bölməsinin dim suallarını tam şəkildə yekunlaşdırmış olduq. Sağ olun.